Salam hər kəsə. Bu suala baxaq. Bizə hidrogen və amoniakdan ibarət qaz qarışığı verib. Burada proton, neytron sayını verib. Birinci istəyir orta molyar kütləni tapaq. Bura 1 yazım, burada 2 yazım. İkinci də bizdən istəyir ki, bu qarışığın 1 moluna neçə mol metan əlavə olunmalıdır ki, alınan qarışığın orta molyar kütləsi 14 qram bölü mol olsun. Hesablayaq. Fərz edirəm ki, x mol hidrogen verib, y mol da amoniak verib bizə. Buradan proton və neytron saylarını hesablayaq. Proton sayı aşağıdakılardır. Məsələn, 1, 7, 6. Neytron sayını tapmaq üçün də yuxarıda A yerlərdən aşağıdakı proton sayları çıxmaq lazımdır. İndi birinci proton saylarına baxaq. Bir dənə hidrogende 1 proton var. 2 dənə hidrogen olduğuna görə olur 2. X mol olduğuna görə olur 2x. 2x üstə gəl. Amoniakda da eyni şəkildə hesablayırıq. 7 üstə gəl 3 edir 10 və y mol olduğuna görə olur 10y. Bərabərdir 26-ya. İndi neytronu hesablayaq. Neytron dediyi ayərdən proton sayını çıxmalıyam. Hidrogende 0 eləyir. Buna ehtiyac yoxdur. Burada y-də də y mol olanda da yalnız azotu hesablaya bilərəm. 14-dən 7-ni çıxıram 7. 7 y-də bərabərdir 14-ə. Buradan y-i tapsaq, y eləyəcək 2. Gətirib burada yerinə qoyaq, x-i tapaq. 2x üstə gəl 20 bərabərdir 26. Buradan da x-i tapsaq, x eləyəcək 3. Tapdım ki, x 3'dür və bura yazım 3, y də 2'dir. İndi bizə birinci sualda nə deyirdi? Orta molyar kütləni hesablayın. M ortanı hesablayaq. Buradan yazım M orta bərabərdir. M1 nü1 üstə gəl M2 nü2 bölünsün nü1 plus nü2 düsturundan istifadə edəcəm. 3 vurulsun 2 üstə gəl 2 vurulsun 17 bölünsün 3 üstə gəl 2. Bu deyir 6 üstə gəl 34 40 bölünsün 5 bu deyir 8. Deməli birinci sualın cavabı oldu 8. İkinci sualın cavabına baxaq. İkinci sualda deyir ki, bu qarışığın 1 moluna. Fikir verin. Bizə bura əlavə eləməliyik. Məsələn, ZCH4 düzdürmü? Bu qarışığın 5 moldur. Bunu 2 üsulundan eləyəcəm. Hazır rahat olsa onunla eləyərsiniz. Bu 5 moldur, düzdür? Mən əgər bunu 5 molla hesablasam, axırda gələk 1 mola gətirəm. Tənasüblə. Bunu birbaşa 1 mola da gətirə bilərəm. Necə? Baxıram ki, 3-ün 2-yə nisbətdir, düzdür? Amma cəm 5-dir. Mənə yenə 3-ün 2-yə nisbəti olmalıdır, mol nisbəti. Amma cəm 1 eləməlidir. Deməli, bu 0,6-dır. Bu da 0,4-dür də. Düzdür? Yenə 3-ün 2-yə nisbətdir və cəmdə 1-dir. Gəlin bunu əsasən eləyək. Burada M ortanı 14 veribdir, ona bərabərləşdirəcəm. Yazıram 0,6 vurulsun 2. Üstə gəl 0,4 vurulsun 17. Üstə gəl Z vurulsun 16. Bölünsün molların cəmi. Bu eləyir 1, 1 üstə gəl Z. Bu da bərabərdir 14. Buradan hesablayaq. Bu eləyir 1 onda 2, bu da eləyir 6 onda 8. Cəm elədi 8. 8 üstə gəl 16 Z bərabərdir 14 üstə gəl 14 Z. Buradan da 2Z bərabərdir 6-ya, Z bərabərdir 3-ə. Tapdıq ki, Z üstür. Burada işarə yazaq. İkinci sualın cavabı 3-dür. Bu nisbət şəklində tapmaq çətinlik yaradırsa, onda bu şəkildə də yaza bilərik. Bunu ikinci sulu kimi də yazım da, bura ikinci sul. Belə yaza bilərik. Elə 3, 2 tapmışıq, ona uyğun yazacağım. 3 vurulsun 2, üstə gəl, 17 vurulsun 2, üstə gəl 16 vurulsun Z. Bölünsün. Bu elədir 5. 5 üstə gəlinsin Z. Bərabərdir 14. Yəni 3-ün 2-yə Z-ə olan mol qarışığımız var. Onu 3-ü 2-yə vururam. 17-ni 2-yə vururam. Və 16-nı da Z-ə vururam. Buradan tapsaq, bu eləyir 6. Bu eləyir 34, 40. 40 üstə gəl 16 Z. Bərabərdir. Bu eləyir 70, üstə gəl 14 Z. Buradan 30 bərabərdir 2 Z-ə. Z də bərabərdir 15-ə. Burada 15 elədi Z. Niyə? Çünki biz dedik, 5 mola görə hesabladıq. Bizə 1 mola görə hesablamaq istəyir axı. Onda yazıram ki, 1 mol olanda bilmirəm nə qədər CH4 əlavə eləmək lazımdır. Amma 15 olanda 5 mol. X də bərabər, daha doğrusu 5 olanda 15 mol. X də bərabərdir 3. Yenə 3 cavabını alırıq.